Allah'ın en güzel adlarından biridir eybləri örten Allah. Gözle zatını göre bilməsək də her şeyi yaratdığıyla bize görsənən tək və şəriksiz olanın karşısında, onun əzəməti karşısında rükular edəcəyik. Onun bize verdiği gözün, dilin, qəlbin, həyatın karşısında səcdələr edib öz növbəmizdə təşəkkürümüzü bildirəcəyik. Ne yaxşı ki bizi yaratmısan, ne yaxşı ki bizi var olmağımızı istəmisən, ne yaxşı ki bizi haram yollarda değil de senin karşısında səcdə eləmək lütf eləmisən. İndi bəyənərsən, bəyənməzsən, layiqi, deyilik, o qalsın hər birimizin öz içimizdə. Allah bilsin, biz bilək və mən çox sevirəm bu duanı, bir daha istəyirəm. Hədislərdə var ki, deyir qurban olduğum bağışlayanda elə bağışlayar birdən görərsən bəndəsini.